Hamıya salam. Bu günləri sizinlə Nanulya SMR-dir. Bu günləri bizdə nədir görün? Kebab. Burada lülə kebabıdır, toyuq kebabı, külləmə toyuq, manqal salatı. Görün mənə hələ nə qədər sifariş vermişəm, nə qədər çörək qoyublar. Elə bir talpa yeyəcəm. Maşallah, əllərinə sağlıq. Mən çörək yeməyən insan ürəyim çəkdi, birini yeyəcəm. Özü ip istəyim. Ay ay ay. Hər dəfə də mikrofona baxmalarım. İstəyirəm çörəklə yeyək də nə olar, biraz çörək. Halbuki sevmirəm ha çörək. Həmişə də demişəm. Amma bu dəfə çox istəyirəm. Gəlin manqalımızı bir dənə dadaq. Toyuq kebabından başlayaq. Hər şeyi də qoyublar. Lavaşı aşağıda. Bilirəm burger istəmişdiniz. Burger sevmirəm o qədər də. Hərdən ayda ildə bir dəfə. Dedim nə dadlı sizin üçün? Azərbaycan milləti üçün sifariş verim. Əlbəttə kebab. Uşaqlar. Videoları daha çox like eləyin. Rəy yazın. Əmin olun ki, çox gözəl videolar gələcək. Məndə hekayələr boldur. Bütün hekayələri danışmağa vaxtımız var. Hekayələr qutaranda belə siz suallar çox verirsiniz. Maşallah, boldur hər şey. Çox dadlıdır. Bugünkü bizdə nə olacaq? Mənim keçmişimdən hələ də əl çəkmirlər. Keçmişində o nə olub, bu nə olub? Danışacağım. Yeddi il keçəndən sonra mənə heç nə olmamış kimi necə yazıblar və deyiblər, kredit götürə bilərsən, pul. Mənə deyə bilərsiniz, kinodur hər şey, uydurmadır. Amma bu faktdır. Bunu heç mən də gözləməzdim. Toyuq kebabı çox ləzzətlidir, çox yumuşaq. Gülləmə kartofumuz şəkil üçün. Bunu təmizləyək. Ay ay ay. Elə hiss edirəm, elə bir cənnətə düşmüşəm. Hər şey çox dadlıdır. Hə, necə olub? Mənə yazdı ki, necəsən, nə var, nə yox. Nə qədər bloka atmışam, inana bilmirsiniz. Instagramda da belədir ki, bloka atırsan, yeni hesab açsa belə həmən nömrədə. Yenə də blokdadır. O superdir, amma o yeni nömrə alırdı yəqin ki. Hər dəfə yeni hesablardan yazırlar. Artıq mən bezdim, açığı, düzünü desəm. Və cavab verdim ki, hə, nə olub, nə istəyirsən? Mən sənə danışmaq istəmirəm. 7 il keçib. Yəni, sən hələ də sakitləşməmisən. Hər dəfə yazır. Soruşur ki, həyatımda kimsə var, yoxdur. Mən bloka atıram. Axı, mən də insanam, mən də bezirəm. Lüləmiz. Vay vay. Dedi, böyük olğun insanlar var. Gəl söhbət eləyək. Həyatında nələr olub, 7 il keçib, nə ilə məşğulsan, nə olsun ki, öyrənmək istəyirəm də. Dedim ki, okey, bununla məşğulam. Belə, onu da soruşmadım. Dedim, bu qədər. Dedim, çox xahiş edirəm, məni boğaza yığma.
Və yanağımdan dedim ki, sevgilim var. Ki əl çəksin. İndi bəziləri deyəcək, bəs sən dedin, sonra dedin ki, sevgilim var. Mən sadəcə dedim ki, yəni orada işləyirəm. Orada öyrəndi ki, yaxşı yerdə işləyirəm. Hər şey bir neçə gün keçir. Yəni bunu dedim. Dedi, hə. Lap gözəl. Öz ayaqlarının üstündə durmusan. Bu yaxşı şeydir. Demə. Öz Instagramını açdı ki, güya mən onun şəkillərinə baxım. Güya da kişinin oğlu özünə Range Rover alıb. Mən də maşınlarla wow eləmək mümkün deyil. Mən elə insan deyirəm ki, maşın gördümsə, mən əslində çox xahiş elədi də. Dinən hər şey yaxşıdır, belə-belə dedim, hə, okey. Amma həqiqətən 1 qram hiss qalmayıb da, yəni siz indi səhv başa düşməyin. Üstəlik gecə idi, ürəyim də sıxılmışdı. Dedim, nə itirəm, hə, yazım da, hə, orada işləyirəm, belə-belə. Ondan heç nə də soruşmurdum. Özü mənə dedi ki, sən bilmirsən mən nə yaşamışam, belə deyirəm, mən bilmək də istəmirəm açığa. Bir neçə gün keçir. Mənə yazır, yenə salam necəsən? Deyirəm, sən nə istəyirsən, hə? Deyirəm, yenə blok atacağım. Yenə açırsan yeni profil. Mən bezmişəm, mən sənə qurtulmaq istəyirəm uca. Sözün əsl mənasında qırçaq qız. O da mənə deyir. Mən də onu deyirəm. Sən nə mənə neçə gündür belə yazırsan? Deyirəm, borc istəyirsən? Sənə pul lazımdır, nə olub? Ciddi, mən Allah and olsun zarafat eləmirəm də. Ciddi deyir, hə. Sən belə yerdə işləyirsən, öz adıma kredit götürə bilərsən. Vallahi billah. Mən belə insan görməmişəm uşaqlar. Deyirəm ki, mən xəstəyə oxşuyuram. Mən sənin adıma ömrü boyu nə kredit, nə sənə nəsə lazım olsa heç vaxt gəlib eləmərəm də. Deyir, mən sənə öz maşınımı verəcəm, maşınımı. Ki, elə bir qaytaracam da dəqiq, yəni bu olacaq ki, qaytaracam. Qaytarandan da sonra nədə oynadım? Maşınımı götürərəm. Mən dedim, mənə sənin maşın lazım deyil, bayramda uşaqlar. Mən sənə kredit falan verən deyiləm. Nə bilirsiniz nədir də? Hə, deməli, yaxşı yerdə işləmirsən də, yalan demisən, sənə kredit o qədər verməzlər. Güya məni, bu bilirsiniz nədir? Red flag var. O məni zəifə götürür də. O həmişə elə eləyirdi. Sən bunu eləyə bilmərsən, yalan deyirsən, ona görə belə deyirsən. Ki, mən elə bir spora götürüm ona kredit. O vaxtı mən dəli idim. Uşaqlar, o vaxtı mən dəli idim. Belə şeylərə qoşulurdum. İndi yox. Deyirəm, insan konkret istifadə eləməyə öyrənir. Bəzi qızlar yazırlar ki, ayran tökdüm özümə. Bəzi qızlar yazırlar ki,
Oğlan yəni Bakıda, rayondan Bakıda yaşamaq istəyirsə məcbur deyil ki, qızla ərə. Alfons da ay uşaqlar, Alfons. Bilmirsiniz nədir? Əvvəl məndən pul götürməsə belə, görürsüz, yenə elə bilib ki, başqaları verib, mən də verəcəm pul. Lavaşını yeyim. Ay ay ay, yumşaq olub. Ona görə qızlar, pul istəyən kişiyə heç vaxt güvənməyin. Heç vaxt. Elə kişilər var ki, gedib stroykada işləyirlər, amma xanımdan 1 manat götürmürlər. Bax bu əsl kişidir. Mənə görə bizdə Azərbaycanda var olsun, var, çoxdur. Fəhlə gedib işləyirlər, qadınları da evdədir. Bildiniz? Amma elə kişiciklər var, arvadlara üstünə minirlər ki, yəni sən məni saxla. Yəni bu alfonsluqdur. Çox xahiş edirəm, asta olun elə şeylərlə. Əzizlərim, sizlə Nanolya SMR idi. Əgər bəyənsəz, like dəqiq qoyun ha. Və burada video, köhnə videom olacaq. Baxmamısınızsa baxın. Burada loqom olacaq. Takib ata bilərsiniz əzizlərim, basıb ora. Sizlə Nanolya SMR idi. Sabahədək.